bağışlayan Allah'ın adıyla. Hər vaxtınız xeyirli olsun əziz tədbir iştirakçıları, çox hörmətli şəhid ataları, şəhid anaları, əziz döyüşçülərimiz, qazilərimiz, veteranlarımız, ictimai xadimlərimiz, məktəblilər, əziz qonşularımız, hər birinizi salamlayırıq. Allah'tan rəhmət dilirik bütün şəhidlərimizə. Bugün daha bir igid qəhrəmanımızın 1-ci Qarabağ müharibəsində canını fəda edən igid döyüşçümüzün Bəhruz Mahmudovun anım gününə cəm olmuşuq. Düz 30 il bundan qabaq 12 noyabr 1995-ci ildə bu tarixdə indi döyüş yoldaşları daha ətraflı məlumat verəcəklər. Necə igidlik və necə şücaətlə şəhidimiz Bəhruz Mahmudov şəhadət zirvəsinə ucalıb. Həmçinin bugün onun adına qurulmuş xatirə barlefinin də açılışıdır. Əvvəlcə xahiş edirik ki, bütün şəhidlərimizin ayağa qalxaq inşallah, ruhlarını bir dəqiqəlik sükutla yad edək. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin inşallah. Şəhidimiz Bəhruz Mahmudovun Bəhruz Mahmudovun həyat yoldaşını, övladlarını dəvət edirik inşallah buraya yaxınlaşsınlar. Həmçinin ilahiyyatçımız Pünhan müəllimi dəvət edək inşallah. Dua versin, açılış edək inşallah. Hoş geldiniz əzizlərim. Çok sağ olun ki, sahip gelmişsiniz. Şehitime sahip gelmişsiniz. Çok sağ olun. Allah canınızı sağ eləsin. Allah hamımızın ölenlerine Allah rəhmət eləsin. Hamımıza Allah səbir versin. Amin. Her şeyler heşim getməsin. Hamı xaribirə Allah koysa ehsan edir. Yola gidelim.
Salam hər kəsə. Çox sağ olun, birinci növbədə hamınız bizi sahib gəlmisiniz. Çox yox, bir dəqiqəlik sizə vaxt ayırmaq istəyirəm. 30 il bundan qabaq atam axırıncı dəfə evdən gedəndə üzr istəyirəm hamımızdan. Heç vaxt anamla əl verib görüşmürdü. Anamla əl verib görüşdü və ürəyinə dammış kimi dedi ki, uşaqlardan müğayət olun. Və hətta o binanın arxa tərəfinə çatana qədər 3 dəfə çöndü arxaya. Qardaşlarım valəcaydı, mən amma 7-ci sinifdə oxuyordum. 3 dəfə əl edərək özünüzdən müğayət olun deyib getdi. Bugünkü gündə Allahdan ən böyük istəyim odur ki, Allah mənim yaddaşımı əlimdən almazsan, atamın o son gedişini unutmuyorum. Sonra 95-ci il birinci günü idi, həftənin birinci günü sinifdə otura bilmirdim. İcazə aldım evə gələrək, binanın o başına çatanda binanın qarşısında çoxlu insanlar gördüm. Həmən insanların içində bir nəfər qonşumuz Sabit dayı yadımdadır. Yaxınlaşdım, qonşumuzda bir qız var, adını çəkməyəcəm. Soruşdum, burada nə olub? Dedi, atan ölüb, bilmirsən. O günüsü sanki mənim uşaqlığım əlimdən alındı. O günüsü bizim belimiz büküldü və hətta qanadım qırıldı. Bugünkü gündə ailəm olsa da, qardaşlarım, anam, yoldaşım, uşaqlarım olsa da, hər zaman 43 yaşım olsa belə qanadı qırılmış bir qız uşağı kimi hər zaman qayğıya ehtiyacı olan gözüm onun bunun üzündə olubdur ki, kimsə mənim başıma sığal çəksin. Yəni, üzr istəyirəm dediyim sözə görə, yəni, biz həmən günü böyüdük. Bu 3 uşaq həmən günü böyüdü. Çox sağ olun diqqətiniz üçün. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Allah hamısına, qazilərimizə Allah can sağlığı versin. Döyüşdə olan, çiyin-çiyinə döyüşənlərinə Allah hamısına ömür versin. Bir də ki, bütün belə arzumun biri də budur ki, heç bir övlad atasız, arxa dayaqsız olmasın. Ən birinci növbədə qızlara, yəni qız uşaqları heç biri arxasız olmasın. Ailəsi olsa belə atanın yeri tam başqadır. Çox sağ olun diqqətiniz üçün. Hoş gəlmişsiniz. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilər kömək olsun. Əsgərlərimizi qorusun. Hər kəsə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Çox danışa bilməyəcəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Hər bir gün ruhun qarşısında başlayacam. Allah qazilərimizə şəfa versin. Veteranlara can sağlığı, ordumuza güc qüvvət, əsgərlərə də özür versin. Hamımızın qarşısında başlayalım. Minnətdarım, çox sağ olun. Bismillahirrahmanirrahim. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah səbrinizi versin. Şəhidlərin məqamı o qədər böyükdür ki, Allah öz adlarından biri şəhid adını şəhidlərimizə verib. Bu böyük bir mükafatdır. Bilirsiniz, Allahın 99 adı var. Bir adda şahiddir. Yəni şəhid sözün mənası şahid olmaq deməkdir. Allah şəhidlərimizə dəyər verib ki, öz adından birini verib. Eyni zamanda Allah şəhid ailələrinə də böyük bir dəyər verib. Baxın, şəhid anası, şəhid atası, şəhid yoldaşı, şəhid qızı, şəhid övladı, şəhid oğlu. Demək, Allah digər insanlardan şəhidi fərqləndirdiyi kimi şəhid ailələrini də fərqləndirib. Bugün bazımız dedi, atamız şəhid olansa belimiz büküldü. Amma bütün Respublika, Azərbaycan tam olaraq şəhid ailələrin yanındadılar və şəhidlərə diqqət edirlər. Bizə sizin qardaşınız, mənəvi qardaşınız.
qardaşınız və Allah da sizi seçib, dəyərləndirib və deyəndə öz adınızı demirsiniz, şəhid qızıyam deyirsiniz və Allahın sizə verdiyi bir imtiyazdır, bir nemətdir. Allah şəhidlərimizin ruhunu şad eləsin və şəhidlər özlərindən sonra 70 nəfərə şəfaət edərlər. İlk öncə öz ailərinə şəfaət edərlər. Allahdan arzu edirik ki, o şəfaətə bizlər də nəsib eləsin inşallah. Şəhidlərimizi Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Onların şəfaətini nəsib eləsin, bizlər də şəhidlərin şəfaətini nəsib eləsin inşallah. Dua bilə inşallah. Amin. Bismillahirrahmanirrahim. Allahümme gfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ehya'i minhum vel emvat ervahil merhumin el mekfurin el ma'lumin bihakkı suretil mübariketil fatihati me'as salavat. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وعلى محمد. Şəhid anaları, şəhid həyat yoldaşları da yaxınlaşsınlar. Bir gün inşallah sizlə açılış edeyim. Aynen musiki verin. Şehidimiz Behruz'un oğlunun Elnur kardeşimizin anasına hediyesi var. Onu öyle təqdim eləsin.
Zərfanəyə Allah ömür versin inşallah. Dünən əməliyyat olub inşallah Allah şəfasını versin. Ona həyəcanlamaq olmaz. Müşir qardaşımızın da hədiyəsi var inşallah. Müşir qardaş onun təqdimini edelim. Deməli, şəhidimiz döyüşlərdə olarkən məktub yazıb ailəsinə. Müşir qardaş onu özürlü formada hədiyyəni birinci məktubu. Bunu kimə yazır? Zərfə salam. Sonuncu məktubunu. Şəhidin son məktubu. Zərifə salam. Mən Allah qoysa 12-yə ya 13 günü gələcəm. 12-si günü gəlməsəm 13 günü saat 12'ye kimi gələcəm. Həqiqətən gəldi, amma şəhid kimi gəldi. Allah sizə səbir versin. Bundan belə. İmza Bəhruz. İlk məktubda atamın bir məktubunu mən oxuyum. Zərifə salam. Mənim işlərim hamısı öz qaydası ilə gedir. Hələlik yaxşıyam. Bacım oğlu Zauru 13-8-ci ay 1995-ci ildə görmüşəm. Hələlik başqa evdədir. Məndən əvvəl komandir rotasına tapşırıblar. Orada ona heç kim heç nə demir. Komandir rota mənim dostumdur. Deyir, bəlkə Zauru heç sənə vermədim. Öz yanında saxlayıb ona bir maşın verəcəm. Pulu alan kimi uşaqlara məktəb üçün lazım olan nə varsa al. Mən evə sonra gələcəm. Çünki komandir rotanın toyu olduğu üçün ona 10 gün icazə veriblər. Sağ olun, imza Bəhruz. Bu da öz bacısı olurlar. Əlaqa müəllimin də hədiyyəsi var. Onu da bizim qazimiz Hörmətli toplantı iştirakçıları, mənə də bu ailəni yaxından tanımaq nəsib olub. Sözün həqiqi mənasında bu ailə şəhid adını yüksəkdə tutan ailədir. Məhəmməd Arif, Türk şairi Məhəmməd Arif deyir ki, biz şəhidi torpağa gömürük, biz şəhidin nəşini torpağa gömürük, amma şəhidin ruhunu qəlbimizə köçürürük. Bax, bu ailə sözün həqiqi mənasında şəhidin ruhunu öz qəlblərinə köçürürlər. Mən bu hədiyyəni təmsil edeyim, təşkilatın adını sizə təqdim edirəm. Buna evinizin bir yerindən alırsa ki, qəlbinizdədir. Amma bu şəkil elə qoyun qalsın mənlə yadigarsın. Sağ olun. Çok sağ olun. Allah razı olsun. Emre kardeş götürün. Buranı inşallah biraz
Kısa da olsa inşallah şəhidimizin həyat yoluna nəzər salaq. Bəhruz Namətoğlu Mahmudov 1958-ci il fevral ayının 20-sində Göyçay rayonunun Alı kəndində anadan olub, orta təhsilini doğma kənd məktəbində başa vurduqdan sonra 2 il müddətli həqiqi hərbi xidmətdə olub, hərbi xidmətini başa vurduqdan sonra Mingəçevir Politexnik Texnikumunda təhsil alıb və həyatını Mingəçevir şəhəri ilə bağlayıb. Burada əmək fəaliyyətinə başlayıb. Tikinti təmir idarəsində işləyib, sadə əmək adamı, övladlarını fərəhlə böyüdən Bəhruz Namətoğlu Mahmudov 20-ci əsrin sonlarında Azərbaycanda müharibənin olacağını düşünməzdi. Azərbaycan xalqı erməni separatçılarının etnik təmizləmə əməliyyatları, silahlı hücumları ilə üzləşirdi. Düşmən torpaqlarımızı işğal etmək üçün insanları işgəncə ilə öldürür, əsir götürürdü. Vətənin amansız yağı ilə üzləşdiyi vaxtda yurdumuzun vətənpərvər oğulları kimi Bəhruz Namətoğlu Mahmudov da 1992-ci il iyun ayında Azərbaycan ordusunun ehtiyatda olan leytinantı kimi milli ordu sıralarına çağrılır. Ağdam, Tərtər, Kəlbəcər bölgələrində döyüşür və şücaətlər göstərir. 1995-ci il noyabr ayının 12-sində Murovdağın azad olması uğrunda gedən döyüşlərin birində düşmən hiləsinin qurbanı olur, şəhidlik zirvəsinə ucalır. Göyçay rayonunun Alıkənd kənd qəbirstanlığında dəfn edilir. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi şəkli həkk olunub. Şəhidimiz ailəli idi, 3 övladı var. Qeyd edirəm ki, şəhidimizin bir nəvəsi də hal-hazırda səhv etmirəmsə onun adını daşıyır. Allah inşallah bu ailədə böyüyən övladlara bərəkətli, xeyirli ömürlər ihsan eləsin. İndi isə bayaq qeyd etdiyim kimi şəhidimiz əslən Göyçaylıdır. Göyçay İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Nazir Davudov burada iştirak edir. Həmçinin Mingəçevir İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Seymur Hidayətov burada iştirak edir. Hər iki nümayəndə heyətini dəvət edir. Siz əyləşin, Zərxan. Siz əyləşin, Zərxan. Bəsirət deməyiblər ki, bir şəhid dünyadan köçür, sabah onun əvəzinə min oğullar da olacaq. Təəssüf ki, Bəhruz dünyadan köçəndə onun 3 balası artıq doğulmuşdu və o balaları bizlərə əmanət elədi və biz o balaları Allaha əmanət edirik və çok sevinirik ki, Bəhruz belə vicdanlı, qeyrətli, vətənpərvər övladlar qoyub dünyadan köçür. Xüsusən Elnur'un timsalında mən bütün valideynlərə belə evlad, övrü evladları kimi Bəhruz'un qeyrətli, vicdanlı, vətənpərvər övladlar arzu edirəm. Əzizlərim, Allah'a emanet olun. Çünkü sizin atanız Bəhruz həqiqətən elə bir insan idi ki, bugün onun barəsində hoş söz dememek mümkün değildir. Allah sizleri korusun. Allah bir daha deyirəm, sizleri korusun. Böyle tədbirləri təşkil elədiyinizə görə, çiğinizi aldığınıza görə, bizim de mənəvi borcumuzdur ki, belə tədbirlərdə can dildən iştirak edək. Allah sizleri korusun. Allah bütün şəhidlərə rəhmət eləsin. Bütün şəhid valideynlərinin əlindən öpürəm. Çox sağ olun. Hər vaxtınız xeyir olsun, dəyərli şəhid ataları, şəhid anaları, hörmətli qonaqlar, Göyçaydan təşkil olunmuş qonaqlar, burada iştirak edən qazilər, əlillər, veteranlar, ictimaiyyət nümayəndələri, şəhəri idarə müəssisə təşkilat rəhbərlərini mən gördüm, burada iştirak edirlər, qonşular və hər kəs. Hər birinizi xoş gördük. Bugün əslində xüsusi bir gündə təşkil olunub bu tədbirimiz.
Bildiğiniz gibi bugün aynı zamanda 12 noyabr Konstitusiya günüdür. Ancaq bizim buraya yaşamaqda əsas məqsədimiz Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edərək canlı vətən torpaqları uğrunda fəda etmiş Bəhruz Mahmudovun əziz xatirəsinə hazırlanmış xatirə lövhəsinin açılış mərasimində iştirak etməkdir. Bildiğiniz kimi veya qeyd etdiyim artıq bizim konstitusiyamız 30 ilə yaxın işğal altında olan torpaqlarda artıq hüquqi qüvvəsinə minib və bərqərar olunur. Bəhruz Mahmudov biz keçən ilin avqust ayında onun xatirəsinə hazırlanmış şəhid bulağının açılış mərasimində də iştirak etmişdik və onunla bağlı biz bir məzarın başında layihəsində də iştirak edərək onu daha da yaxından tanıdıq. Bəhruz Mahmudov zabit kimi Birinci Qarabağ müharibəsində döyüşüb. Burada bildiyim qədər onun döyüş yoldaşları var. Onlar yəqin ki, ətraflı məlumat verəcəklər. Sadəcə mənim diqqətimi çəkən nə oldu? O Buzluq kəndi, demək, Goranboy rayonunun cənub hissəsində, dağlıq ərazidə yerləşir. Ətrafı kəpəz və murovdağ silsilələri olan yüksəklik və meşəliklərdən ibarətdir. Onun xidməti Rusiya Federasiyasının Sibir vilayətində Çita şəhərində olub. Orada bildiyiniz kimi qışı çox soyuq və quru keçən bir relyefi olan ərazidir. Yəni, mən belə düşünürəm ki, Bəhruz Mahmudov Birinci Qarabağ müharibəsində xidmət etdiyi ərazi də belə soyuq ərazi olub. Ancaq onun üçün o döyüşü aparmaq, o döyüşdə komandirlik etmək yəqin ki, heç də çətin olmuyor. Yəni, o öz vəzifə borcunu şərəflə, vicdanla yerinə yetirib. Mən özüm də ehtiyatlı olan zabitəm. Mən bilirəm ki, müharibədə komandirlər özlərindən çox tabeliyində olan əskərləri qorumağa çalışırlar. Ancaq müharibədir, təbii ki. Yəni, o güllə baxmır, komandirdir, əskərdir və yaxud da kimdir. Və xüsusən də şəhidlik məqamı hər kəsə qismət olmadığı kimi, bugün bizim qəhrəman zabitimizə də qismət oldu. Bayaq ailə üzvləri çıxış etdi, şəhidimizin qızı da çıxış etdi. Bir elementidir, mən üzr istəyirəm, bəlkə biraz çox danışdım. O qeyd elədi ki, atam gedəndə sonuncu dəfə biz ona baxdıq, yəni o bizə belə əl etdi. Mən özüm də müharibədə iştirak edəndə, vətən müharibəsinə gedəndə, eyni epizodu mən də yaşamışam. Biz də qapıdan çıxanda sonuncu dəfə ailə üzvlərimizlə uzaqdan uzağa sağollaşdı. Yəni bilirdik ki, müharibədir. Qayıda da bilərik, qayıtmaya bilərik. Yəni, o məni çox təsirləndirdi və mən buradan öz təşəkkürümü bildirmək istəyirəm bu lövhənin hazırlanmasında kimin əməyi olubsa. Yəni, həqiqətən də şəhidimizin duruşu bir zabit duruşudur. Həqiqətən də ruhu şad olsun. Sizlərə Allah səbir versin, evladlarına Allah səbir versin. Bugün hər bir şəhid evladı, qızı, oğlu və yaxud da həyat yoldaşı əlbəttə ki, istərlər ki, öz ataları, qardaşları, bacılar, qardaşlarından söhbət gedir. Onların qardaşları tanınsın, xatirəsi anılsın və bu işlərdə də bizə eyni zamanda kömək olan Cavid müəllim, Pinhan müəllim sağ olsunlar ki, onlar bu işi Mingəçevirdə təşkil edirlər, təşkilatsız edirlər. Bu özü də bir az iş bir deyil. Allah hər kəsdən razı olsun, diqqətiniz üçün sağ olun. Çox təşəkkür edirik, Allah razı olsun. Çıxış eləmək üçün sözü veririk Mingəçevir Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, şəhidimiz Elçin Həsənovun anası İrani xanım Həsənovaya. Hörmətli tədbir iştirakçıları, ola ki, mənim bu keçişim biraz fərqli oldu və biraz da kimsə yorulursa, bunlar da mənə bağışlar. Bunları niyə görə deyirəm? Gözəl burada şəhid anaları. Mən 88-ci ildən danışacağım. Elə danışacağım ki, yəni mən istəyirəm ki, burada cavanları çox görürəm. Burada insanları çox görürəm. Və ona görə də sizlərdən istifadə edeyim deyə danışacağım. Bizim Azərbaycan xalqı, onu demiş, çox unutqan xalqıq. Həddindən artıq. Çox necə deyim, asanlığa gedən xalqıq. Heç kim, bir qonşuda nə olur, əman olur, əşondan mənə nə? Bax, biz belə bir xalqıq. Gəlin bunu danmayağız.
dansanız da mən inanası deyiləm. Çünki bu gör-götür zamanəsidir. 88-ci ildən niyə başlayıram? Birinci bildiyiniz ki, müqayisə o vaxtı başladı. Və 90-cı ildən 19-dan 20-sinə keçən gecə, o soyuq şaxtalı bir gecədə neçə insanlarımız əl-ələ verərək o tankların, o vəhşi 366 alayın qarşısına çıxaraq onlar canlarını qurban verdilər. Qanları su əvəzinə axdı. Və bəzi Ruslar, Rusiya, o cümlədən Ermənistan elə başa düşdü ki, Azərbaycan qorxaq xalqdır. Bununla da bunlar nəticədə torpaqlarımızı ala biləcəklər. Lakin elə olmadı. Bunu təkrarlayıram ona görə ki, qoy insanların beynində həkk olsun. Evdə nəvələrinə, nəticələrinə, qohumlarına, əqrəbələrinə olan buradakı cavanlar onu yadlarına salsınlar. Və minlərlə, 10 minlərlə oğlanlarımız vətən sarayına qalxdılar. Vətən sarayına. Hansı ki, bugün burada 70'likdən danışılır. Bəli, bugünlərim həmin, hələ indi yox, Mingəçevirə 322 şəhid gəldi. Onun 180 nəfəri ailəli idi. Bax, bu gördüyümüz gəlinlərin hamısı, əksəriyyətin 2 uşağı, 1 uşağı, 7 şəhidimiz var idi. Heç onlar balaların üzünü də görmədilər. Yadigar adı qoyuldu, xatirə adı qoyuldu. Yəni, bu ağır bir dərddir. O devir də elə devir idi ki, 90-cı illər, burada yaşlılar varsa, herhalde çok qəşəng bilirlər. Azərbaycanın xaos devri idi, özbaşınalıq idi. Necə deyərlər, o çöreğin 160 gram size çörek verilirdi. Məgər bunu unutmaq olar mı? Şəhid ailələrinə çörek verildi yarım kilo. O uşaqlar qarın dolusu yemədilər. O birinci müharibədə iştirak edən şəhidləri. Əyinləri gözəl paltar görmədilər. Çoxları ata olduğunu hiss edəmirlər ki, ata nə olandı? Çox balacaydılar. O zulümlə 5 il, 6 il, həmin də 10 minlərlə oğullarımız erməninin qarşısına demək var ki, silahsız. 3 nəfərin bir avtomatı var idi. Bəlkə də olanlar yadlarına salarlar. O avtomatla ermənilərlə üz-üzə gəldilər. Amma çox lakin, onda oldu ki, vicdansızdı. O bəzi səriştəsiz rəhbərlər tərəfindən o cür oğlunlarımızı loru dillə desək bana verdi. Satqınlıq oldu. Torpaqda həmin devirdə o qara qüvvələr dediyim insanlar, Yaqublar idi, Elmiralar idi, kimlərlə saymayla sarasöv idi. Azərbaycanı bölüb xanlıq devri keçirmə deyirlər. Gəncə xanı, Şəki xanı, Naxçıvan xanı, onları torpaqlarını bölüb. Onlar bizim milləti Azərbaycanı kölə eləmək deyirdilər. Bax, buydu o devir. Sonra elə oldu ki, 93-cü ildə bildiyiniz kimi bütün xalqın istək və təqdiyi ilə Ulu öndərimiz Heydər Əliyev cənabları gəldi. Heydər Əliyev cənabları gələndən sonra ateşkəsə nail oldu. Bunu mənə gəlir ki, tarixdə olmalıdır. Niyə bunu danışıram? Artıq söhbətin damına da gələcək. Mən bir ana kimi çox inciyirəm və çox ürəyim arıyır. Və mənim kimi də bilirəm ki, əksərət burada şəhid anaları, şəhid həyat yoldaşları oturublar. Ateşkəsə nail ondan sonra oğlanlar yarandı o devirdə, satqınlar yarandı ki, meyitləri götürürdülər, adını da koyurdular ki, ermənilərdən satın alıblar, ermənilərlə dəyişiblər. Onda da belə vicdansızlıq var idi. Bax, bizlər neçinci şəhid analar, çox təəssüf ki, Allah rəhmətinə gedir, Yaqub qardaş var idi. Sonra bir neçə analar, onlar bir-bir gedib axtarırdılar ki, hardansa öz balalarını tapsınlar. Həmin o dediyim oğlan da çıxırdı ki, bu qədər pul ver, sən oğlumun meyitini gətirib. Sən bu tarix yazdın. Bunun üstündən 30 il keçdi. Düzdür, Heydər Əliyev cənabları gələndən sonra, bəx dediyim kimi, iqtisadiyyatda düzəldi, yavaş-yavaş Azərbaycanda özünə qaldı. O mənəm deyən oğlanlar, belində avtomat gəldirən, nə bilim, tabanca gəldirən oğlanları arada götürdü. Əmin amanlıq sakitlik oldu. Və ondan sonra gəldi, İnşallah, həmin o devirdən sonra Azərbaycanımıza gəldi Heydər Əliyev cənabları, İlham Əliyev cənabları. Çünki o İlham Əliyev cənabları bu siyasi laylayla yatıb, siyasi laylayla duran bir şəxsiyyətdir, bir oğuldur. Birdən, burada analar çoxdur, ona görə bu belə geniş danışıram. Bəzən görürsünüz, birinci Qarabağla, ikinci Qarabağda
Arada nariciliği olur. Ama her devrin bir çətinliyi var əziz analar. O devirdə bəlkə qeyd elədim, xaos idi, aclıq idi, yoxsulluq idi. O devirdə bu diqqət olur, bu devirdə də bu diqqətdir. Belə baxanda bəzi şeylərdə elə bərabərlik gedir. Amma İlham Əliyev cənabları gələndən sonra 30 il keçdi. 30 il, bütün bax buradakı insanların bəlkə çoxu deyirdi ki, niyə torpaqlar alınmır, biz Qarabağa gedək, biz orada şadlıq eləyək, biz orada gedək, ziyarət eləyək. Amma İlham Əliyevin bircə dənə sözü oldu. Herhalde burada memurlar, savadlı yoldaşlar yadındadır. Benim neyi, ne vaxtı edeceğimi ben bilirim. Bak hemen o sözü 30 yıldan sonra 2020. yılda yerine getirdi. Emir verdi muharebeye. Niye? 30 yıl müddetinde en ağır teknikalar alındı. En güçlü nizam insanı orada yaratıldı. Ve halkla prezidentin arasında birbirine karşı muhabbet yaratıldı. İnsanlarla birlikte, bu değil demir yumruk, bəli, Ali Başkomandanımızın demir yumruğu ve halkın bütün kuvveti, bütün mühabbeti hemen demir yumruktadır ve ordumuzun. Aynı zamanda olan şehitlerimiz, 44 günlük şehitlerimiz. Şəxsən mən ana kimi, Seymur müəllim yaxşı bilər. Çünkü her dəfə mən deyirdim, ağlayırdım çıxış eləyəndəki. Çaş, Qarabağ torpağında Füzulini Qarabağ kəndi alınıydı. Mən gelip orada balamı ziyaret eləyəydim. Həmişə deyirəm, Allah, görəm mənim balam anasını çağırdı, Allah'ımı çağırdı. Çok şükürler olsun ki, həmin rayonlarımız 44 günlük müharibeden, bak burada oturan qəhrəman anaların, qəhrəman balaların torpaqlarımızı aldı. Bizim evlatlarımızın ve Ulu Önder'in kanı yerde kalmadı. Biz artık bugünlerim azad, firavan, əmin torpaqlara gedib gələ bilirik. Əziz şəhid anaları, əziz belə cəmaətin dinlədəsi 44 günlük şəhid anaları. Biz sizə də minnətdarıq ki, siz də balalarımızı bizim vaxtımızda çox ağrıydı. Balalarımız gitti. Hamısı biri-birindən körpə, hamısı biri-birindən nəsə yaşlı ağ. Ona görə mən deyirəm ki, bugün bu çıxışımı belə keçirləməkdə mən istədiyim odur ki, halkımız bir olsun. Şəhidlərə birinci, ikinci sözü deyilməsin. Bu çok ağır dertli. Nice yani? 6 yıl, bakın illere, en aşağısı 2 yıl vuruşu. 2 yıl vuruşu ve deyirlər ki, bugünlerin biz belə arkadaş olmaz. Bunun da günahı kimdedir? Bazı memurlardadır. Bazı memurların adlı sözü, vətən müharibəsi. Arkadaş, onda bu bizim balaların vuruşu değil. O Qarabağ hara ait idi. Vətənə ait deyildi görən. Ve bugün biz şəhid ailələrine gidiyoruz belki. Əziz şəhid ailələri. Yaşlı bugün İlham Əliyev var. İlham İsmailov var. Başçımız. Yeganə başçıdır ki, ben tədbirlərə baxıram, izləyirəm. Her zaman şəhid ailələrine eyni diqqət verir. Yani birinci, ikinci demir. Çünkü şəhiddir. Her burada yoldaşlar da qeyd elədi. Şəhidin bir adı var. Bu şəhiddir. Ulu Önder həmişə dedi, şəhidlik uca zirvədir. Bu əl çatmazdır. Həqiqətən də elədir. Və bugün qəhrəman evlatların, qəhrəman anaları da əl çatmazdır. Allah hamınıza səbir versin. Və bəzi memurlara da Allah insan orada versin ki, bu birinci, ikinci sözü tərk etsinlər. Ləğv eləsinlər. Yenə mən öz şəhərimdir deyə tərifləmirəm. Rəisin qəbuluna hansı bir şəhid alət gedirsə, növbədən kənar qəbul olunur. Başçının qəbuluna hansı şəhid alət gedirsə, növbədən kənar qəbul olunur. Diqqət eynidir. Ona göre de ben bir daha prezidentimize, Ulu Önderimizde qəni rəhmət şəhidlərimizle birlikte, prezidentimize uzun ömür, can sağlığı, ev yoktur, ne olursa dödürük. Biz anaların bir sözü var, biz çörək yiyək, yavan yiyək, yaxar yiyək, ama əmin-amanlıq olsun, ama azadlıq olsun, güneşimiz olsun. Bak bu günləri her bir ananın şəhidi Allah rəhmət eləsin. Balaları ali təhsildə oxuyur, Bakıda oxuyurlar. Xarici devlətə gediblər. Gənclərimizə xüsusi diqqət edirlər. Bu prezidentimizin diqqəti qayıtsındır. Bugün bizim şəhərdə burada Göçer nümayəndəsi var. Ona görə mən bunu deyirəm ki, eşitdir. Bizim şəhərdə bu prezidentimizin göstərişi ilə, prezidentimizin diqqət və qayğısı ilə gənclərimiz əsgərəti böyük vəzifələrdədir. Bax, məsələn, partiyamızın Mingəçevir şəhərinin partiyanın sədri Bəxtiyar müəllim misal gətirə bilərəm. Bəxtiyar müəllim yaşı azdır,
Ama çok güzel insanlarla birliktedir. Çok güzel sade oğlandı. Anar müəllim, şəhid ailələri eşitirlər. Anar müəllim şəhid qarşısında həddindən artıq başlayır. Həddindən artıq nə deyilirsə olunur. Yəni bu şəhidlərimizə olan diqqət və qayğı, indi o imtiyazları demirəm, imtiyazları hamısını bilirlər. Prezidentimiz tərəfindən olan imtiyazlarımız. Və deputatımız Aydın müəllim. Bax bu cəmaat eşitdir. Vallahi indi düz deyil. Hamımızda narazılıq var. Hamı deyir ki, ürəyində nə var, o deyən kimi həll olunsun. Axı elə deyil. Deputatımız, məsələn, mənim ehtiyacım olmuyor, müraciət eləməmişəm. Deyirəm ki, deputat nə edir? Amma elə deyil. Deputatımız şəhərdə neçə uşaqların təhsil onu verir. Neçə imkansız ailələrə kömək eləyibdir. Hər gələndə də şəhid ailələrdə gedir. Ələqsiz 41-ci, 2-ci şəhid ailələrine. Onlara yanaşır, onların neçə xəttlərini müalicə elətdirir. Yəni dediyim odur ki, əziz şəhid anaları, siz həmişə rahat olun ki, biz ölüb gedəcəyik. Amma bizim balalar devlətin qayğısındadır, prezidentin qayğısındadır. Əziz cəmaət, bir də xahiş edirəm, şəhidləri unutmayın. 95-ci il, 18-ci il, nə bilim, o illərdə unutulan kimi, bu illəri, bu əsrləri unutmayın. Çox xahiş edirəm. Nə qədər mənim canımda can var, mən hamıdan xahiş edəcəm. O cümlədən sizdə də nəsilli ki, bir-birinizi ötürün. Şəhid unudulmazdır. Allah bütün şəhidlərimizə, ailələrinə təbir versin, can sağlığı versin. Heç kimə möhtac olmasınlar. Sağ olun. Allah köməyiniz olsun hamımızın. Sən Allah sana qəni-qəni rəhmət eləsin. Sən bəxt dediyin kimi çox çətinliklə uşağı saxlamsan. Nə edirsən? Burada oturan gəlinlərin əksəriyyəti. Yəni bu danılmazdır. Allah balalarına can sağlığı, umunu versin. Sağ ol yanına. İndi isə xüsusi təyinatların qaziləri, şəhid ailələri, veteranların Göyçayda İctimai Birliyin sədri, şəhidimiz Vilayət Rüstəmovun oğlu Eldəniz Rüstəmov, həmçinin dəyərli jurnalistimiz İnqilab müəllim Şirinliyə söz vermək istəyirik. Əziz şəhid anaları, dəyərli mərasim iştirakçıları, hər birinizi salamlayıram. Bugün Azərbaycanın çox önəmli bir tarixi günüdür. Bugün Azərbaycanda həm konstitusiya günüdür, konstitusiyanın qəbul olunması günüdür, eyni zamanda bizim qəhrəman şəhidimizin şəhadətə ucaldığı günüdür. Həqiqətən də biz şəhidlərimizin hər birisinə olan münasibətimizi ən üst səviyyədə formalaşdırmışıq və bundan sonra da düşünürəm ki, xalq olaraq, millət olaraq bu missiyanı davam elətdirəcəyik. Birinci Qarabağ Savaşı Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunması uğrunda başlanan haqq mübarizəsi idi. O haqq mübarizəsini məhz bu şəhidimizin timsalında minlərlə Azərbaycan oğlu başlatdı. İkinci Qarabağ Savaşının iştirakçıları, 44 günlük Vətən müharibəsinin iştirakçıları da həmin o kutsal, o müqəddəs missiyanın uğurundan başa çatdırdılar. Çünki həmin şəhidlər də özlərinin o həyata baxışını, dövlətinə, xalqına, millətinə olan baxışını o birinci Qarabağ Savaşının iştirakçılarından almışdılar. Və düşünürəm ki, bugün şəhidlərimiz həm də ona görə kutsal, ona görə müqəddəsdir ki, onlar Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması, bərpası uğrunda canlarını fəda elədilər. Cəmiyyət olaraq bizim üzərimizə düşən missiya ondan ibarətdir ki, biz kimliyindən, vəzifəsindən, statusundan asılı olmayaraq hər birimiz şəhidimizə, qazimizə, müharibə iştirakçılarımıza sayğı ilə yanaşmalıyıq, onların keçdiyi həyat yolunu mütləq formalaşmaqda olan nəsillərə çatdırmalıyıq və bugün qazandığımız qələbəni əldə saxlamaq xalq olaraq, cəmiyyət olaraq, toplum olaraq üzərimizdə ən məsuliyyətli bir işdir. Və bugün biz döyüş meydanındakı fəaliyyətimizi başa çatdırıb informasiya savaşına, ideoloji savaşa başlamışıq və bu savaşda da düşünürəm ki, hər birimiz aktiv şəkildə iştirak eləməliyik və bir məqamı da borc bilirəm, buradan səsləndirim ki, məhz Azərbaycanın qazandığı qələbə paradında iştirak edən Türk hərbiçiləri bildiyiniz kimi ötən gecə faciəvi şəkildə onlar da şəhid oldular. Buradan qardaş Türkiyə dövlətinə, bütün Türk dünyasına da başsağlığı verirəm, bütün şəhidlərimizə uca Tanrıdan rəhmət diləyirəm. Onların məqamı
uca Tanrının dərgahındakı ən üst məqamdır. Onlar sözün bütün mənalarında müqəddəs insanlardılar. Bu fikri bir də vurgulayıram, hər yerdə də çıxışımda qeyd edirəm. Biz müqəddəsliyi, biz kutsallığı hansısa bir Ərəbistan çölündə axtarmamalıyıq. Bizim müqəddəs torpaqlarımız, şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin ayağı dəyən, qanı tökülən torpaqlardır. Bizim ən müqəddəs torpağımız Qarabağdır. Bizim ən müqəddəs insanlarımız məhz bu qəhrəman şəhid analarının yetişdirdiyi o qəhrəman övladlardır. Diqqətinizə görə sağ olun. İlk öncə mən də hər kəs salamlayıram. Bura toplanan insanlar şəhid sevər, vətən sevərlər. Çünki şəhid vətən sevgisi təmənnasız olur, o qəlbdən var insanlara şamil olunur. Bura yığılan hər kəs təmənnasız şəhidini, vətənini sevən insanlardır. Mən də Bəhruzun abinin öz adından hər kəsə əvvəlcədən təşəkkürüm bildirirəm. Burada bir şəhidimizin büstünün açılışında o səhnə mənim gözümün önündən getmir. Ondan sonra danışmaq həqiqətən biraz çox çətindir. Çünki mən də o hissə qapandım. Yəni onu kövrəlməmiş ifadə eləmək çox çətindir. Bayaqlarım Rəna xanım idi, səhv eləməmsə burada çıxış edən qəşəng bir mövzuya toxundu. Bizim bir vətənimiz var, bir Qarabağımız var, bir Azərbaycanımız var. Şəhidimizin də bir adı var, şəhid. Sadəcə orada dəyişən rəqəmlərdir. Bəzən hər yerdə qeyd edilir, 1-ci Qarabağ, 2-ci Qarabağ. Yaxşı, bizim 20 yanvarda Əliyalın tankının, o Rus faşizminin qarşısına çıxan qəhrəmanlarımızı niyə unuduruq? Və ateşkəs dövründə bizim 3000-dən yuxarı şəhidimiz var. Onlar ümumi deyək, xahiş edirəm hər kəsdən bir şəhid evladı olaraq. Şəhidin rütbəsi vəzifəsi olmur. Onun ən ali rütbəsi onun şəhidliyi yanıdır. Hər zamanda şəhidimizi Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidimizi ehtiramla, hörmətlə anmaq bizim vətəndaşlıq borcumuzdur. Amma sən dünənlərim sırağa gün nə gündəydin, sən bu günlərim ayaqdasan. Sən Allah yenidən qaytardı. Bildiyiniz kimi bizim Zərfan anamız infarkt keçirmişdi özü ən ağırından. Həmən o dövr, o həyəcanla biz ora çatanda soruşdular ki, siz kimsiniz, siz oğlusunuz, dedim bəli. Yəni vətəni sevən hər kəs sizin oğlunuz. Siz elə bir qəhrəmanımızın həyat yoldaşısınız. Çünki ondan qalan əmanəti, düzdür, hamı fafosuz çıxış edir, şəhidin balaları bizim əmanətdir, biz qoruyacağıq, o boşluyor. Onlar söz xatırı sözlərdir. Sadəcə olaraq onun yükünü çəkən onun anaları olur. O ağrını acını çəkəndə bu şəhidin valideynləri olur. Köz düşdüyü yeri yandırır. Qalan hamısı boş şeydir. Çünki biz burada 5 dəqiqə, yarım saat bu tədbirdə sözümüzü deyib çıxıb gedəcəyik. O balaların əziyyətini çəkib böyüdür. Bu vətən üçün layiqli evlad böyütməkdə ən böyük əziyyət olan sizsiniz. Mən deyərəm ki, Elnur, bu günlərin şəhidimiz, atam, Bəhruz, sənə qürur duyur, fəxr edir. Ruhu o vaxt şad olur ki, onlar vətən üçün, millət üçün layiqli bir evlad olur. Həqiqətən də hər üçünüz bu vətən üçün, millət üçün, cəmiyyət üçün layiqli insanlarsınız. Onun da, yenə deyirəm, əməyi Zərfan hanımdır. Şəhidlərimiz haqqını bizə halal eləsin, ruhları şad olsun. Bir daha da sizlə qürur duyuram, bir şəhid evladı kimi. Çünki bu yaxınlarda Gəncədə böyük bir tədbir keçirildi, 100-dən yuxarı şəhid evladına. Ora mən 90 üstə şəhid olan şəhidlərimizin evladlarını da çağırmışdım, 20-yə yaxın. O çox gözəl bir mövzu yarandı orada. Deyirəm, biz uşaqlıq yaşamadıq, biz oynamamışdıq. Heç olmasa bu indi bu uşaqlara qoşulaq biz də oynayaq. Çünki o vaxt o diqqət qayğı yox idi. Amma bu günlərin həqiqətən sağ olsun, Cənab Ali Başkomandanımız, güclü prezidentimiz var, iqtisadiyyatımız güclənib, millətimiz vətənpərvər olub. Həqiqətən indi olan tamam başqa. O vaxtı mən uşaq idim, velosiped üçün ağlayırdım, amma velosipedim yox idi. Dedim, böyüyəndə üçün velosiped alacam. Amma bu günlərin millətimiz, xalqımız, o şəhidimizin, həm dövlətimiz imkan vermir ki, son ailəsi o uşağa velosiped alsın. Bu, yəni, göz önündədir. Allah ordumuzu, millətimizi var eləsin, dövlətimizi qorusun. Bugündən sonra bir xalq olaraq bu qələbəni, bu zəfəri saxlamaq hər bir vətəndaşın üzərinə düşür. Bir daha ruhu şad olsun, haqqını bizlərə halal eləsinlər. Sağ olun. Allah razı olsun. Köməyiniz olsun inşallah. İndi isə 7 il səfərimizə erməni əsirliyində olan Şahbaz Quliyev qonağımızdır, buradadır. Bu dəyərli vətən oğluna söz vermək. Həmçinin şəhidimizin döyüş yoldaşlarını dəvət etmək istəyirik bura.
əskərləri, döyüş yoldaşları inşallah cəm olsunlar. Hoş gördük Əzmi Geçevir cəmaatı. Mən bir gün özümə çox qürur duyuram ki, bu günləri Elnur'un bölümdəyəm. Şəhidimizi bu gün anım günündə iştirak edirəm. Bütün şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün hamısı Elnur'un bölümdəyik. Elnur'a qardaş kimi də bu günləri Allah Bəhruzada rəhmət eləsin. Ruhu şad olsun ki, belə bir oğul saxlayıb bu günləri qardaş kimi də bölümdəyik. Allah rəhmət eləsin. Bura cəm olun elə. Bütün işler sahanın her birine bir şöyle hoş geldiniz diyelim. Çok sağ olun. Allah her birine razı olsun ki bizim kahraman şehit kardeşimiz Behruz kardeşimizi hatiresine bile aziz dursunuz. Onun özünü, abdestini, ailesini yad ediyorsunuz, ziyaret ediyorsunuz. Her birinize teşekkür ediyorum. Bu dostlarımız her biri bizim Behruz kardeşimizin dövüş yoldaşlarıdır. Bir yerde dövüşüp eziyet çeşirler. Vətəni qoruyurlar. Bizim qəhrəman qardaşımız Behruz qardaşım da buradan da hər bir tərifə layiq, hər bir bir insan idi, bir zabit idi, bir vətən oğluydu. Bugün dostlar yığılmışıq onun ziyaretine. İnşallah bir gün daha geniş, daha büyük əhatədə gəlib ziyarət edəyək. Mən istəyərəm ki, döyüş dostlarımızın yanında da söz versinlər. Allah razı olsun, hepinizdən gəldiyinizə görə. İlk növbədə tədbirləri salamlayan və Göyçay şəhərinin icra hakimiyyətinin, Milli Cakətlə bu tədbir təşkil minnətdarlığım. İlk növbədə yanında qardaşımın çəkdiyi əziyyətə gələn minnətdarlığım. Bu elə bir şey deyil. 30 ildən sonra şəhidimiz, qəhrəman şəhidimizin xaltər lövhəsi qoymuşdur. Çox minnətdarım sizə. Mən şəxsən danışım, mən çox çətindir. Mən Bəhruzla bir otada qalmışam, zabit yoldaşımdır. O da Kaçka deyilən yerdə. Çox təhqir danışım, mən həyəcanı mən üzümsəv edeyim. Onun ölümü inanılmaz bir ölüm idi. Heç kim inanmır ki, elə bir insan dünyasını dəyişir, şəhid olan. Bu qədər enerjili, fədakar, əskərin qarşısında qalan, əskər üçün hər şey deyən, əskərə zabitin ərzaq daşıma nə deməkdir? Bu elə bir şey deyil, bunun heç kim unutmaq olmaz. Bayağı qardaş düzün vururlar ki, birinci Qarabağ, ikinci buna ayrımı olmaz. Vətən birdir, Qarabağımız birdir. Biz də əziyyət çəkmişik o dövrdə, 93'də, 94'də, 95'də. Düzdür, bizim yolumuzu onlar davam elədi. Amma birinci Qarabağ biz elə çəkən oğullar oldu, nə qədər şəhidlərimiz oldu, nə qədər itkinlərimiz oldu. Hələ də itkinlərimizin çoxundan xəbər yoxdur. Tək olaraq tapılsın, ailələrini qaçsın. Onların da ailələri gözləri yoldan yığılsın. Gələn sizə minnətdaram, Allah şəhid, zabit, yoldaşım, qardaşım, yerli, Mingəçevir şəhərinin nümayəndəsiyəm, Mingəçevir şəhərində yaşamışam uzun müddət. Allah ona rəhmət eləsin. Bax, gördüyünüz bu yoldaşlar rəhmətlik Bəhruz əskərləridir. Görün, Bəhruz qardaşımız nə qədər alicənab, fədakar bir zabit olub ki, əskər onu yad eləməyə gəlirdi. Əskərin zabiti axtarmağı sizə qəribə gəlməsin. Hər əskər zabit axtarmır. Görün, nə qədər bu şərəfli, fədakar olan olubdur. Allah rəhmət eləsin. Onun ruhu qarşısında baş əyirəm. Allah o dünyasını versin. Və onun simasında cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə xeyirli şəfalar, veteranlara da can sağlığı razı olurum. Çox sağ olun. Diqqətli görün, minnətdarım.
Askerler bir danışın da yalnızlığı olsun da. Bunun iyi sözlüm da. Bəhruz mənim elə bütün zabit yoldaşım var. Üçüncü zoru, amanız zoru, amanız zoru demişəm. Çox ağlı cənab, çox mərifətli bir olan idi. Həm də çox şücaətli olan idi. Allah rəhmət etsin. Amin. Bir askerlerden danışma askerler var. Ne oldu danış? Hər birinizi salamlayıram. Burada baxıram, şəhid ailələri var. Yəni, onların qarşısında tanışmaq biraz çətindir. Hər birinizin qarşısında baş əyirəm. Və baş əydik hər birimiz. Sizlərin çox çətin şəhid haqqında danışmaq bilmirəm. Allah Taala onlara elə bir uca məqam verib ki, onlar haqqında hansı sözü deyəsən ki, ondan yüksək olsun, bu qeyri-mümkündür. Ama bir zabitimiz kimi, bir kardeş, büyük kardeşimiz gibi ne diyebiliriz, rahmetlik Behruz komandirimiz bize hakikaten de bir zabit yok, bize bir büyük kardeş. Allah onu rahmet etsin, sen de rahmet et. Allah uzak mekanlarla üzür hesap edeyim, baş eğlen karşısında, ruhlarımızın karşısında baş eğlen. Çok danışa değil mi diye yalnızda olan zabit. Çıxış deyənlərdən biri dedi ki, çift və xidmətliyik. Mənə əskəri yoldaşımdır Bəhruz. Onun sadəliyindən bir misal gətirəcəm. Biləsiniz ki, yəni danışanlar hamısı həqiqətdir. O cəbhədən icazə alıb o saldatla məni görmək üçün mənim kəndimə gəldi. Məni tapıyıb anamla görüşüb. Burada hamımız deyirik ki, şəhid olub. Allah rəhmət etsin. Gözünüzü yaşına axdırıq. Bayaq qızı danışdı, oğlu danışdı. Mən elə bilirəm ki, ağlamaq yox. Yerinə belə yetdi oğlan qoy. Yerinə elə yetdi qız qoyub gedir. Bundan fəxr eləməliyik. Belə oğlanlar, belə qızlar bizim Azərbaycanımıza çox lazımdır. Allah rəhmət etsin. Hamınız xoş gəlmişsiniz. Dostluğumuza görüşen 95. ildə fevral ayının 19'u 20'siydi. Mənə dedi ki, mənim əskər yoldaşım var, Muxas kəndində, Oğuz rayonundan. Gedək onu görməyə. Gəldi, gecə sizdə qaldı, burada qaldı, səhər də getdik kəndə. Bəli, Bəhruz müəllim bizim böyük qardaşımdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Size de Allah canınızı sağ olasın. Allah sizlere eksik eylemesin. Sağ olun. Şimdi sözünüz var diyeyim bana. Sağ olun. Allah hər birinizdən razı olsun. Allah sizə can sağlığı versin. Həqiqətən canlı qəhrəmanlardır bunlar. Vətən üçün igidlik göstəriblər, müqəddət göstəriblər. İnşallah qazilərimizə Allah şəfa versin, veteranlarımızı qorusun. Yaxşı ki varsınız, yaxşı ki varmışsınız. İnşallah bu igidlərimizin, qəhrəmanlarımızın sağlığına bir alqış deyirik. Çəkiblər. Məktəbliləri inşallah dəvət edək. 17 nömrəli məktəbin direktorundan bugün mən xahiş elədim Mənsum müəllimən, rəsmiyə müəllimən şagirdləri bura cəm olsunlar, gəlin bura. Bura gəlmişlər. Bura yaxınlaşsınlar. Biraz abi danıştı, çok çıkış oldu. Biraz sıcak. Bir daha Mahmut oldular. Hemen şey çekin. Biz əzmişik düşmən başın savaşda, silinməz tarixdən qaldı yaddaşda. Bizimdir əbədi torpaqda, daşda, sevin millət bugün zəfər günüdür. Aşacaq igidlər əngəl olsa da,
düzən millətəm. Üzmə qalanla soğurdaşların, səsləsəm dikələrək dağ qardaşların, istəsəm tarixin bir də başlarım. Mən durğun həyatdan bezən millətəm. Çəkil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanın üstünə qaldırdın yetər, bu dünyanın dərdinə dözən millətəm. Çəkil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanın üstümə qaldırdın yetər, bu dünyanın dərdinə dözən millətəm. Bu dünyanın dərdinə dözən millətəm. Bizə pay ayırıb, onlar yurdu gözəl vətən. Damarında qanun coşur Azərbaycan kəlməsindən. Caniləri bölməz eşki milyonların sorağında. Biz gedirik gələcəyə istiqlalın sorağında. Yağı düşmən tarix boyu toydurubdur millətimə. Əl atıbdır, göz dikibdir göydən gələn qüdrətimə. Min illərlə yanan ocaq hər rüzgara sönən deyil. Azadlığa könül verən, bu sevdadan dönən deyil. Azadlığa könül verən, bu sevdadan dönən deyil. Azadlığa könül verən, bu sevdadan dönən deyil. Gənclərimizi qorusun, məktəbləri qorusun inşallah. Rəsmiyə müəlliməyə çox təşəkkür edirik müəllimlərinə, həmçinin 17 nömrəli məktəbin rəhbərliyinə. Namiq müəllim xahiş eləmişdi ki, tədbirlərin birində burada iştirak edir bizim qazimiz ki, yüksək əhval-ruhiyyəli mahnılar da olsun. İnşallah ki, razı qaldınız. Allah gənclərimizi qorusun, var olasınız, keçə bilərsiniz inşallah. Sağ olun, geçiyor buldunuz. Kalalım. Mən bir məsələni qeyd eləmək istəyirəm. İrani xanım da təsdiq edər ki, bizim şükür olsun ki, yəni elə layihələrimiz var ki, bir məzarın başında, həmçinin bu bulaq abidə açılışlarında da sizlər iştirak edirsiniz, əziz şahid ailələri. Bizdə heç vaxt yəni ailələr seçilmir. Yəni heç vaxt biz şəhidlərimizi seçmirik. Yəni heç vaxt demirik bu birinci, bu ikinci. Hətta hədiyyə hazırlanır, hədiyyələr də hazırlandığı zaman bütün şəhid ailələrindən sözü qeyd olunur. Yəni bu da elə bizim şəhidlərimizi seçməməyin göstəricisidir. Bunda yəni biləsiniz, biz 300-ə yaxın şəhid çəkmişik. Mingəçevirin 1-ci Qarabağ şəhidləri, 300-ə yaxın 1-ci Qarabağ şəhidlərini çəkmişik və 44 günlükdən də 35 şəhidimiz çəkmişik. Yəni sırayla çəkilir də. Bu heç bir rayonda, bölgədə yoxdur. Yəni bu onu göstərir ki, yəni burada mənim dəyərli şəhid analarım, ailələrim, həyat yoldaşları, iştirak edən onlar təsdiq, hamısı bizə doğmadılar, əzizlər. Biz heç birini seçməmişik, seçmədik də. İndi şəhid analarını dəvət edirik, şəhid ailələrini dəvət edirik. İnşallah gəlsinlər, yaxınlaşsınlar. Zərfan anda dəvət edirik. Hədiyyəsi var, təqdim eləsinlər şəhid ailələrinin. Yaxınlaşın. Fərq qoymadan bütün, yəni bu hədiyyəni hamınız hazırlamışsınız, hamınız.
Şehit anaları, aileler ben o zaman tek dinleye şehit analara yani şehit aileler adına farkı yoktu. Birinci, ikinci, evli, subay, bizimle bütün alem şekilde hediye. Allah size havalarını kurbanı veriyorum. Bu şekilde deveye, neticeye görmeye bilmiyorum. Ben bilmiyorum. Arkadan çok güzel. Şəkil mənim ən çox sevdiyim şəkildir. Çox sağ olun. Öpürəm hər birinizin əllərindən. Çox sağ olun. Göster bize. Yaşda 8'den beri oğullarımızın, əsgərlərimizin, zabitlərimizin fədəkarlığına görə biz yaşamışıq da biz nəsil yəni. İndi də 44 günlük şəhidlər hesabına bizim balalarımız, oğullarımız yaşasın. Allah bütün şəhidlərə rəhmət, ailəsinə səbir, yoldaşına Allah şəfa versin. Mən şəhid Elmar İbrahimovun anasıyam. Elmar evin yeganə övladıdır, nə hərbçidir, nə çarıcı. Bəli, Elmar nə hərbçidir, nə çarıcı. Özü könüllü gedib, müharibəyə qatılıb, 22 yaş, ananın xəbəri yoxdur. Polad Təşrovdan sonra yazılıb, müharibəyə qatılıb. Allah hamımıza kömək olsun. Yəni ki, mənim demək istəyirəm ki, yəni bu 92'dir, bu 44 günlükdür, onu seçməyi mən xoşlamıram. Yəni, indi o vaxtı mən Ağdamlıyam, Ağdamdan gəlmişim də biləm nədir yarandı. İlk dəfə bizdə Ağdamda Bəxtiyarla Əli 18-19 yaşında şəhid oldu. İlk dəfə, heç onun adını heç keçəyimiz. Yəni ki, seçilmək, istəyirəm seçilməyə. İndi dövlət oldu, hərbi qüvvə oldu, silahlar oldu, adi burada dururdular, neçə kilometri vururdular, özünüz bilirsiniz. Yəni dövlət oldu, arx oldu, torpaqda alındı. O vaxtı kənd alırdılar, əmir gəlirdi, yuxarıdan oradan çıxardı. Özləri körünlük edirdilər hamısı. Mən oradan gəlmişəm, bilirəm də nədir yarandı, nədir oldu. Yəni o vaxtı belə silah olsaydı, belə hərbi qüvvə olsaydı, 1 metr ermənilər bura gəlməz. Bəli, bax onu demək istəyirəm, yəni heç kəs seçməsin, 44-lük, 92'dir. Yəni belə, Allah hamıya kömək olsun, hamıya sağlıqdan diləyirəm, həyatlanmasın. Mən oradan gəlmişəm, biləm, nədir yarandı. Bir şey de deyim ki, bu günləri, bu tədbiri hazırlamakta həqiqətən Zabit müəllim, bu cümlədən bu layihənin rəhbəri olan Xanlı müəllimiyə çox minnətdarım. Bizi həqiqətən ümid demiş, heç bir zaman bütün şəhərləri keşfetdik. Bu çox gözəl layihədir. Mən olmayacaq, amma mənim oğlumun kısa metrajlı filmi həmişə şəhərimizdə Zabit müəllim, mənim tərəfdən, İlahi müəllimə tərəfdən həmişə olacaq. Allah onlara uzun ömür, canlı Allah versin. Allah sənin qalmalarında Allah'tan dur dediği ömür versin. Sağ olun. Sağ olun. Bunlar bir dənə dursunlar, şəkilini çəkirsən, Rəşad. Problem yox. Mən də Dəmir Yolu İctimai Birliyi Sədr Müavini olaraq şəhid analarının hər birinə rəhmət diləyirəm, onların evlatlarına və öz qardaşıma Allah'tan rəhmət diləyirəm. Mən də özümə rəva bilib, öz əl işimi hazırlayıb olacağım. Buyurun, Allah rəhmət eləsin. Allah səbir versin hər birinizə. Bütün şəhid analarına, hər zaman yanınızda şəhid analarına. Dünən dur, normal. Çok güzel.
Bir dənə incə belə cəm durun, Rəşad şəkil götürsün sonra. Şəkil yox, video götür. Ha, video. Ya Allah. Ha, video götürür, hamı düşəcək. Yedi olmadı. Allah sabır. Allah hər birinizdən razı olsun. Allah sizə can sağlığı versin. Ya Allah, bir dənə əyləşək, xahiş edirəm. Bir dənə əyləşək. Mən danışanda çəkeyim. Hər zaman olsun. Ya Allah, tədbirimiz çox qalmayıb. Şəhidimizin oğlu xahiş edir ki, heç kəs getməsin. Çox xahiş edirik. Allah hər birinizdən razı olsun. Bayaq İrani xanım da qeyd elədi. Həqiqətən şəhid tədbirlərində çox böyük əməyi olan bir şəxs var burada. Mingəçevir Dövlət Universitetinin baş müəllimi, pedaqoq, psixoloq İlham İsmailovaya söz vermək istəyirik. Değerli tədbir iştirakçılarını salamlayıram. Değerli şəhid ailələrini salamlayıram. Bir haşiyə çıxmaq istəyirəm. Yəni, millətimiz haqqında müəyyən fikirlər səsləndirildi. Yeri gələndə yumruq kimi birləşməyə hazır xalqım. Mən xalqımı çox sevirəm. Bu günlərin xalqım toplaşır şəhidin tədbirinə. Biz necə narazı qala bilərik xalqımızdan? Xalqımız uzun müddət məşəqqətlər görür, çətinliklər görür. Amma mənəviyyatını həmişə yüksək tutur. Mən xüsusilə tədbirlərdə Cahit müəllim qeyd elədi, 5 ildir biz layihə həyata keçirdik. Yəni fərq etmədən birinci və ikinci Qarabağ şəhidlərinin çəkilişlərini həyata keçiririk, lövhələrinin açılışını və qulaq açılışlarını həyata keçiririk. Və həmişə tədbirlərdə xüsusi olaraq qeyd edirəm ki, mən bu tədbirlərdə şagirdlərin, tələbələrin iştirakının təminatını istəyirəm və bugün 12 nömrəli məktəbin rəhbərliyi də burada iştirak edir. 17 nömrəlinin şagirdlərinə də, müəllim heyətinə də təşəkkür edirəm. Çünki gələcək onların əlindədir. Şəhidlərimizi dəyərləndirmək, onları yaşatmaq onların üzərinə düşür. Mən təkcə burada ictimaiyyətçi kimi yox, həm də şəhidimizin qonşusu kimi iştirak edirəm. Mən bu ailə ilə qürur duyuram. Mən bu ailə ilə fəxr edirəm. Mən fəxr edirəm ki, belə bir ailə ilə bir yaşayış binasını, bir binada yaşayıram. Çünki mən elə bilirəm ki, bu şəhid bu binanı çiyinlərində saxlayır. Biz bir neçə il bundan qabaq şəhidin bulağının açılışını elədik. İnanırsınız ki, o bulağın suyu insanlara getdi. O bulağın suyundan o qədər xeyir işlərə getdi ki, mən dedim ki, o qədər bərəkət verir ki, bu suya, bu bulağa Allah Taala. Yəni, şəhidin dəyərini qiymətləndirmək üçün bir məsələni demək istəyirəm. Biz müsəlman ümmətiyik. Şəhidə ən böyük dəyəri Allah verir, öz dərgahına ucaldır. Deyir, şəhidə yas saxlamazlar. Mən düzdür, o fikirlə tam razıyam ki, tədbirlərimizi yüksək ruhda keçirməliyik. Çünki millətin ruhunu öldürmək olmaz. Biz şəhid tədbirinə girişmişiksə, şəhidə yas saxlanılmaz. Şəhidin məqamı ucadır və şəhid Allah dərgahında diridir. Bunu Allah özü bizə deyir. Mən bu günlərim xüsusilə özümə borc bilirəm ki, Faiq İsmailova xatırlayım. Faiq İsmailov hər zaman döyüş bölgəsində olan jurnalistlərimizdən olub və Respublikada İlk Şəhidlər kitabının müəllifidir. 20 yanvar faciəsi haqqında onun bir yazısı var. Deyirdi ki,
20 yanvar faciəsindən sonra deyirdi şəhidlərimizə küçələrin adları verilsin, lövhələri qoyulsun. 20 yanvar küçəsi ilə deyir, bir gün bir uşaq gedəcək və soruşacaq ki, niyə 20 yanvar? Biz həm 20 yanvar küçəsində yaşayırıq, binamız 20 yanvarda, həm də gözəl bir lövhə var burada, qəhrəman şəhidimiz var. Mən inanıram ki, buradan keçən hər uşaqda bir milli ruhu oyanacaq. Biz yəni vətənpərvərliyi təkcə sinif otaqlarında aparmırıq. Elə bu lövhələr, mən ona görə xüsusilə şəhid ailələrinə təşəkkür edirəm ki, onlar gözəl lövhələr, yəni şəhid lövhələri hazırladılar, gözəl bulaqlar açırlar. Bundan gözəl işlər ola bilməz. Və onlar böyük bir vətənpərvər, müəllimlərdən çox elə bir ki, bu şəhid ailələri uşaqları milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün zəmin yaradırlar. Ona görə hər birinizin qarşısına baş əyirəm. Yaşasın xalqım, yaşasın millətim, çox sağ olun. Yəni şəhidinə dəyər verən hər bir kəsə minnətdaram. Mənim hal-hazırda bir dənə kriteriyam var insanlar haqqında. O insan ki, şəhidinə dəyər verməyə bacarır, mən o insanı bilirəm ki, yüksək insanlıq var. Çünki bizim ən böyük borcumuzdur ki, bugün şəhidlərimizə dəyər verək, onların ailələrinə hörmətlə yanaşaq. Çox sağ olun. Burada dəyərli qazilərimiz iştirak edir. Bayaq mən adını qeyd elədim, Namiq müəllim iştirak edir, Elşən müəllim iştirak edir. İnşallah, yəni dəyərlərimiz, qazilərimizdən, döyüşçülərimizdən kimlər varsa inşallah yaxınlaşsınlar birinizi kəlmədən. Xüsus təyinat İsmail var burada. Şəmsinur doktor da buradadır, o da şəhid qohumudur. Biz onun əmisi ilə də bağlı çəkiliş eləmişdik. İnşallah elə yaxınlaşsın Şəmsinur doktor da. Hörmətli tədbir iştirakçıları, başımızın tacı şəhidləri, hər birimizi Kilisənin kənd bazılarına salamlayırıq. Azərbaycan ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin hüzurla alırıq. Allah hər birinə rəhmət eləsin və könlünü cənnət olsun. Bugün Mahmudov Bəhruzun lövhəsinin açılışına yetişmişik. Birazların tədbir başlayanlar biz tədbiri izləyirik. Həqiqətən qürurlayıcı oldu. İnsan bir anlıq özünə qapan orada biraz bir soğuq ki, həm bir sevinçliydi ki, bu qədər Bəhruzun döyüş yoldaşları səhifəyə çıxdılar. Onun döyüş fatihələrini, necə ki, qəhrəman bir igid olduğu barədə məlumat verdilər. Bir də mən bir şey demək istəyirəm. O günə bir şəkil paylaşmışdım. Elnur bəy yazmışdım onun altından ki, o öz kökü istədir. Həqiqətən də o söz birbaşa elə Elnurun özünə də aiddir. Elnur'u tanıdığımız bir gündən onun necə atası kimi bir qəhrəman övlad olduğunu gördük və bildirmək istəyirik ki, biz Mingəçevir qaziləri daim fərq qoymadan bütün şəhid analarının, bütün şəhid valideynlərinin, bütün şəhid övladlarının hər zaman yanındayıq. Allah hər birinə rəhmət eləsin, məqamları uca olsun inşallah. Mən də sənə çox sağ ol deyirəm. Mən dün şəhid analarının qarşısında baş əyirəm. Allah var eləsin siz bizim başımızın tacısınız. Sağ olun. Allah sizi qorusun. Hamını salamlayıram. Oradan başlayayım ki, şəhid adıyla 94-cü ildə tanış olmuşam. Özü əmir şəhid olanda 8 yaşımdaydı. Ona qədər 90-cı, 91, 92-ci illərdə görə, yəni atam, onlar müharibəyə gedirdilər, gəlirdilər, belə də olmalıydı. Müharibəyə gedilməliydi və bu ciddiyyəti qəbul, yəni başa düşmürdük, anlamırdıq. İlk dəfə 94-cü ildə əmim şəhid olub gələndə mən bildim ki, şəhidlik nə dərəcədə müqəddəsdir və nə deməkdir. Allah hamısının ruhunu şad eləsin. Mən Nurayla illərdə tanıyıram, şəhidimizin adına layiq övladları, qardaşları haqqında da eşitmişəm.
Allah atamızın ruhunu şad eləsin. Bütün şəhidlərimizin ruhunu şad eləsin. Bəli, necə ki Qarabağ birinci, ikinci Qarabağ söhbəti yoxdursa, birinci, ikinci Qarabağ müharibəsi şəhidi də doğru dedi İnayət xanım ki, ola bilməz elə bir mövzu. Şəhid şəhiddir və şəhid müqəddəsdir. Sizlərin, Nurayna sənin qardaşlarının timsalında bütün şəhid övladlarına səbir diləyirəm. Allah onların ruhunu yerində qalanlardan şad eləsin. Allah rəhmət eləsin. Allah sizə can sağlığı versin. Allah sizləri var eləsin. Mənim əzizlərim, mənim canlarım, qonşularım. Bəhruz rəhmətə gedəndə elmi olacaqdı. Deyə bilmirdik. Qonşulardan Tahir şəhid oldu. Sonra Minəyə xalanın oğlu şəhid oldu. Onların çoxunu biz gətirdik. Mən fərq qoymuram. Birinci Qarabağ müharibəsində qardaşlarımdır. İkinci Qarabağ müharibəsində isə balalarımdır. Ana da heç balasını unudarmı? Siz bayaq dediniz əmim, sizin əminizlə, Vəli ilə, Elbrusla mən bir sinifdə oxumuşam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olsunlar ki, bu qara ləkəni alnımızdan sildi. Bəs mən neyniyim? Daim oğlu itkin düşübdü. Mirzəyev, Şahin Zabitoğlu. Bunlarla bir binada olurdu. Hələ də gözüm yoldadır. Demişəm, ha vaxt o tapılanda nətər deyim, qurban kəsəcəm. 7 qurban. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O gün olsun itkinlərimiz də tapılsın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid analarımızın qarşısında baş əyirik. Düzdür, bütün şəhidlərimiz bizim şəhidlərimizdir, bizim qardaşlarımızdır. Heç vaxt unudulmayacaqdır. Müəllimə söz verək. Hacəttin bütün şəhid ailələrini başlarında başlayıraq. Bəhruz qardaşıma deyirəm, Allah verir, bağışlasın ki, elə yəni ki, bu günləri, bu insanları görəndə insan daha da bir başqa cür olur. Yəni bir cəmiyyət öz şəhidinə əgər dəyər verərsə, onun balalarına dəyər verərsə, bu daha inkişaf edir, daha hörmətli olur. Bir daha deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid analarla, atalarla, əllərdən öpürəm. Allah var eləsin sizi, həmişət olun və bu şəhidimizin övladlarına da deyirəm ki, var olun ki, atanızın adını uca tutmusunuz və onu xatırladırsınız bir daha, var olun. Allah hər birinizdən razı olsun. Çəkin. Sağ olun. Çox təşəkkür edirik. İki məktəblimiz şeir deyəcəklər. Gülər bala ilə İzzət bala dedilər. İnşallah yaxınlaşsınlar. Yavaş-yavaş yekunlaşdırırıq. Heç kəs İnşallah heç ara getməsin. Şəhidimizin adına ehsan sürəmizə gedəcək. Buranı bir dənə sadələşdirək. Sən vətənin köksündəki bir zirvəsən, ey şəhidim. Bitməyən cümlələrin sonundakı bir vəsən, ey şəhidim. Torpağın altında yatan, ölümsüz bir cansan sən. İnsanların dilindən düşməyən qəhrəmansan sən. Sən ananın üzündəki əbədi göz yaşsan. Bağrındakı daşsan, gözlərinin qarasısan, sağalmaz yarassan. Boğazında düyünlənən qəhərisən, açılmayan səhərisən, yarım qalan arzususan.
Amma bil ki sən ananın qürursan, başını dik tutmaq üçün, düşmənə od qoymaq üçün yaşatdığın fərq hissisən, fərəhsən. Sən hər kəsin vətənsən, mənim də əzizimsən. Əvvəllər tanımadığım, indi adını eşitcək, hönkürtü ilə ağladığım dolmamsan. Mən səninlə fərəh duyan, duyğulanan, qürurlanan, uğrunda canından keçdiyim həmvətənnəm. Sən ölkənin şərəfsən, anaların balasısan, balaların atasısan. Sən hər kəsin can parçası, vətən deyib içimizdə böyütdüyümüz sevgisən. Hər tərəfdə dalğalanan Cəbrailə Füzuliyə, Quballıya, Zəngilana, Kəlbəcərə, Şuşaya sancılan, qanınla qırmızıya boyadığın bayrağımın azadlıq dirəncisisən, şəhidim. Salam olsun göğün ulduzu ayı bayrağımıza, qanla yazılan müqəddəs tariximizə. Şəhidimə, qazimə, icidimə, torpaq deyib baş əyən hər birinə, azadlıqdan doğan zəfərimizə. 30 ildir yaş içində üzü gülməyənlərə, torpağa qurban gedən igid Məhruza. Ömrü yarımçıq qalsa da adı əbədi qalan qəhrəmana, atasının şəkillərlə görüb böyüyən üç balaya, həyatı yarım qalan, gözləri yol çəkən yarına, ürəyini vətən dərdilə bölən qadına, ömür boyu şəhid yoldaş adına fəxr edən xanına. Salam olsun, salam olsun. Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, dəyərli qonaqlar. Bugün biz burada sadəcə bir insanı yad etmirik. Biz burada 30 il əvvəl bir ailənin, bir xalqın taleyini dəyişən, vətən eşqi ilə yazılmış bir əfsanənin qarşısında dayanmışıq. Bugün qəhrəman şəhid Bəhruz Mahmudovun şəhidlə ucalmağından 30 il keçir. Amma bu 30 il həm də bir qadının, onun ömür gün yoldaşı Zərifə xanımın əyilməyən, sınmayan qürur hekayəsidir. Zərifə xanım bugünkü gündə də göz yaşlarını gizlədərək ayaqda dayanır. Nə üçün? Çünki o illər ərzində həm ana, həm də ata olub. 3 balasını tək böyüdüb. Həyatı yarım qalan, illərlə çəkən arzusunu ürəyində bölüb saxlayan bu qadın ömür boyu şəhid yoldaşı, şəhid yanadıyla fəxr etdi. Balalar atasız yaşayır, amma hər addımda atalarının qürurunu daşıyırlar. Onların arasında bir iki oğlu var. O, illərdir atasının sinəsini çəkdiyi şəkilin istiliyle böyüyen Elnur. Bugün mən Elnur dayının demək istədiyi, lakin dilə gətirə bilmədi atasının sözlərini demək istəyirəm. Mən Elnuram, şəhid olmuyam. Atamı heç vaxt qucaqlaya bilmədim. Amma adını hər yerdə sinəmi gərə-gərə daşıyıram. Onun adı deyildikdə sanki bütün dünya deyirəm. Bəli, mənim atam şəhid Bəhruz Mahmudovdur. Uşaqlar atalarının əlindən tutub məktəbə gedəndə mən sinəmə çəkdiyim, sarıldığım şəklin istiliyle gördüm ata. Onu mənə xatırladır. Bu torpağın hər qarışı. Onun adı şəhiddir. Mənim adım şəhid oğlum. Axı söz vermişdim ona. Axıtmaram tək bir damla, göz yaşlarım qulağa sığmır qəlbimdəki yaralara. Əsla ölməz şəhidlər deyərdi mənim atam. Bəs indi hardasan? Ay mənim şəhid atam.
Atam hanı fəryadıma niyə heç kim cavab vermir? Sarılanda gülümsəyən o şəklinə niyə səsim gəlmir? Baxmayın mənə qəmli-qəmli. Axı ata həsrətindəyəm. Anacan dik tut başını. Sən şəhid yarısan, mən şəhid olmayam. Bəzən bir insan gedir, amma arxasında bir millət oyanır. O millətin adı Azərbaycan. O oyanışın adı isə Bəhruzdur. Onun sustuğu yerdə vətən qalmışdı. Onun getdiyi yerdə bayraq ucaldı. Biz bu cümlənin qüruruna baş əyirik. Çünki başı heç bir tarix yazsın. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Diqqətinizə görə təşəkkür ederim. Qeyd edeyim ki, 12 nömrəli məktəbin direktoru Arifə müəllimə də burada iştirak edir. Bir neçə kəlmədə Arifə müəllimə söz vermək istəyirik. Mən sonradan görmüşəm müəllimə sizə. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ailələri, hər birinizi salamlayıram. Şəhidlər and yerimiz, şəhidlər baş tacımızdır. Şəhidlərimiz haqqında danışarkən kədərlənməmək və qürurlanmamaq mümkün deyil. Allahdan bütün şəhidlərimizə rəhmət, məqamları ucaq olsun deyirəm, qazilərimizin canı sağ olsun. Mən düşünürəm ki, belə tədbirlər kədərli notlarla deyil, daha çox vətənpərvərlik ruhunda olması önəmlidir. Şahidlərin ifasında dinlədiyimiz vətənpərvər ruhunda olan şiirlər, musiqilər, onların gələcəkdə bir layiqli vətəndaş kimi yetişməsinin əsas səbəbidir. Və buna görə də mən istəyərdim ki, həm də bizim zəfər qazandığımız noyabr ayında daha çox kədərli notlarla deyil, qürur hissi ilə bu günləri qeyd etməliyik. Şəhidlərimiz varsa vətənimiz var, Azərbaycanımız var. Vətən sağ olsun. Və Zəfər günü ərəfəsində biz qürurla, fəxrlə zəfərimizi qeyd etdik. Zəfər bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Bugün Azərbaycanımız azaddır, Azərbaycanımız suverendir. Bugün artıq Bəhruz kimi qanı tökülən şəhidlərimizin torpaqlarımız azaddır. Həmin torpaqlarda artıq xarı bülbülümüz gül açıb. Artıq məktəblərimiz açılıb həmin torpaqlarımızda. Evlər tikilib, abadlaşma işləri həyata keçirilir, abadlıq quruculuq işləri həyata keçirilir. Və bunun üçün biz başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan ordusuna təşəkkür edirik. Yaşasın Azərbaycanımız, var olsun Azərbaycan evladı. Allah razı olsun, çox təşəkkür edirik. Tədbirimizi yekunlaşdırırıq və mən bir neçə kəlmə qeyd eləmək istəyirəm, onunla da inşallah yekunlaşdırırıq. Aydın müəllim, sizə çox təşəkkür edirik həqiqətən. Mən bəzi təşəkkürləri özümə borc bilirəm ki, şəhid tədbirlərində bəzi əziyyəti olan əzizlər var, onları mən minnətdarlıq bildirməsəm düzgün çıxmaz. Tələbələrə çox təşəkkür edirəm ki, yəni bunlar gəlirlər könüllü surətdə, təmənnasız bu tədbirlərdə iştirak edirlər. Nur Dəstək qrupunun üzvləri, könüllüləri burada çəkiliş eləməkdə, şəkil çəkməkdə, hətta bəzi köməklərdə də bu gənclərimiz rol oynayır. Onlara hər birinə təşəkkür edirik. Bura bizim üçün çox əzizdir. Ölkə olaraq çox əzizdir, dövlət olaraq çox əzizdir, vətənimiz çox əzizdir, xalqımız çox əzizdir. Həqiqətən gərək biz xalqımızı hər zaman
uca tutaq, hər zaman birliyimizi, vəhdətimizi qoruyaq. Mən qeyd eləmək istəyirəm ki, şəhid ailələri, yenə də qeyd edirəm, zamanından, məkanından asılı olmayaraq, haçan bu xalq üçün canını fəda edən igid varsa, hətta onun məzarı olmasa belə, itkin olsa belə, biz onun çəkilişlərini eləmişik. Hal-hazırda da layihəmiz davam edir, 94-cü ilin may ayındayıq. Burada şəhid əzizləri var, təsdiq edirlər ki, bir-bir onları əlaqə saxlamışıq, şəhidlər xiyabanında dəvət eləmişik və çəkiliş eləmişik. Bura bizim üçün həm qonşuyuq burada, Zərifə anagillə, Elnur qardaşımızla qonşuyuq. Buralar, bu xüsusilə məsələn, bu yaxınlarda da şəhidimiz Vasif Mövsümovun bulağının inşası oldu. Buradan səhər-səhər bizi açanda pəncərəni açırıq biz, şəhidimiz Eldəniz Əli Muxtarovun şəkli ilə rastlaşırıq, bayrağımız dalğalanır. İndi bugündən Bəhruzun da barlefində bayrağımız dalğalanır. Bu yerlər elə ziyarətgahlardır. Bu yerlər, ümumiyyətlə bura şəhidlər binası da bura yaxındır. Şəhid ailələri ilə biz qonşuyuq. Sonluğu bundan vermək istəyirəm ki, dünyada Allah çox imtihan edir. Bəlkə də bugün sizi çox yormuşuq. Bu sözlə sizə təsəlli vermək istəyirəm, əziz şəhid ailələri. Bir iki dəqiqə vaxtınız geçsə də, yəni haqqınızı hala deyin. Allah sevdiyi qulları imtihan edir. Allah sevdiyi insanları müxtəlif imtihanlar edir. Məsələn, burada şəhidimiz Vacibin həyat yoldaşı itirmişdi. Sonra Oğul dağı da gördü, nə ağlına gələrdi. Çox çətin imtihandır, bəli, amma səbr eləsə Allah ona mükafat verər. Və digər ailələrimiz, bizim Həzrət Peyğəmbərimiz bu yaxınlarda açıqlama verdilər ki, 120 şəhidimizin övladı atasının üzünü görmədən dünyaya gəlib vətən müharibəsindən sonra. Bu, birinci Qarabağda da olmuşdu. Birinci Qarabağda şəhidlərimiz çox idi, həm də bu hesablana bilmirdi. Bizim bəzi şəhidlərimiz var ki, yəni övladları sonradan dünyaya gəliblər. İndi açıqlanır ki, bu 44 günlükdən sonra 120 şəhid. Baxırıq ki, ən sevimli Peyğəmbər Həzrət Peyğəmbərimizdir, Həzrət Muhammed Peyğəmbərimizdir. O da dünyaya gələndə atası həyatda olmuyor. Yəni, ən sevimli Peyğəmbərimizin belə atasız dünyaya gəlib. 6 yaşında anasını itirib. Peyğəmbərimiz 6 övladını, 3 oğlunu, 3 qızını torpağa qoyub. Yəni 6 övladını dəfn edib. Yəni bir ata üçün nə qədər çək. Ən sevimli Allahın Peyğəmbəri belə həm yetim olaraq dünyaya gəlib, həm övlad dağı görür. Ona görə sizlər üçün təsəllidir ki, yəni Allahın ən sevimli Peyğəmbəri belə bu imtihandan qalib gəlib, səbr edib. Allah sizə səbrinizin mükafatını versin. Allah o oğulların ruhunu şad eləsin. Mən Elnur qardaşımıza, şəhidimizin digər övladlarına da təşəkkür edirik. Xüsusilə nə baxımdan təşəkkür edirik? Buna da kamera qoyulub, əziz qonşularımız. Binanın qabağına da kamera qoyulub bulaqdan sonra. Həm də elə buraları mühafizə eləməkdir. Yəni, bu bir növ yaxşı bir şeydir ki, yəni elə binaların qabağında kameralar olmağı da, yəni nə qədər cinayətlərin, nə qədər pis işlərin azalmasına səbəb olubdur. Buna görə də təşəkkür edirik. Şəhidlərimizin ruhları qarşısına baş edirik. Şəhidimiz Bəhruzun adına Xarı Bülbül restoranında ehsan təşkil olunub. Şəhidin övladları xahiş edir ki, inşallah hamınız oraya təşrif buyurasınız. Orada da bəzi əzizlərin çıxışları olacaq. Elnur qardaş bayaq çox həyəcanlı idi, kədərləndi, bəzi adamlara təşəkkür edə bilmədi. Ona görə vermək istəyirəm ki, Ramiz müəllimə, Şəhriyar müəllimə, yaddan çıxan kimsə varsa, yəni hamısına təşəkkür edirik. Bir kəşfiyyatçımız var, Elmar Allahverdiyev. Buradadır. Şəhidimizin oğlunun dostudur.
çıxış eləsin inşallah keçək İslam. Salamlayıram hər kəsi. Elnur qardaş, başda namaz olmaqla bütün şəhid analarına, şəhid atalarına Allahdan səbir diləyirəm. Çətin yol Azərbaycanımızın, belə deyək, keçmişindən bugündən kimi bütün oğullar o sınaqlardan demək olar ki, keçib 92-ci il döyüşlərindən tutmuş 2-ci Qarabağ döyüşlərinə kimi əsas odur ki, o yolun davamçıları var, olub, olacaq da inşallah. İlk vətən həmişə ayaqda sağ-salamat, bu cür böyüklərin sayəsində, övladların sayəsində bir daha anamıza başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu vətən yolunda canından keçən, əziyyət olan hər bir kəsin Allahdan şifa diləyirəm. Allah rəhmət eləsin. Allah razı olsun. Ehsan üçün inşallah çox xahiş edirik. Xarı bülbülə keçəsiniz. Şəhid ataları gəlsin, xatirə şəkil çəkdirsin. Sonra kim istəsə burada yaxınlaşıb xatirə şəkil çəkdirər.